Füzuli deyir ki, necə bir vəsvəsə-yi əql ilə qəmnak olalım. Əqlin vəsvəsəsi ilə necə qəmə düşək. Gəlin alayış qəmdən çıxalım, pak olalım. Qəmin sirkabından çıxaq, paş olaq. Necə? Nəşə-i mey tapalım. Meyin nəşəsini tapaq. Neyniyək? Piyan olaq, əqlimiz başımızdan çıxsın? Yox. Nəşə-i mey tapalım, qabil-i idrak olalım. İdrak əhli olaq. Sonra deyir, məst mədhuş xərabatı bibaş olalım. Həmin irfanda deyilən mey var ha. Mey insanı dünya bağlantılarından qırır. Niyə görə ona hələ məhz mey deyirlər? Necə ki, insan deyir, mən içirəm, dərdimdən içirəm, hamı bilir, biz dərddən içirik falan, belə söhbətlər var ha. Bax, ona aid. Amma bu, mənəvi dərdlərdən gedir söhbət. Yəni, yardan ayrı düşmüşəm, ona görə o hansı məna meyin içirəm ki, vahiddə də var, məni sərməst edən cami məhəbbətdir, gedək vaiz. Bu sərxoşluq nə meydəndir, nə də meyxanələrdəndir.